Onda biz niyə görə Avropanın 18 yaş həddini qəbul eləmişik yoldaşlar? Şəhid müəllim, siz deyirsiniz ki, Avropaya baxmamalıyıq. Avropaya baxmırıq. 18 yaş Avropadan gəlir. Yetim də deyil. 21 yaş edək. Yəni burada baxın, yenə deyirəm. Avropa demir, buna elm deyil. Elmin artıq Avropası, Asiyası yoxdur. Yox, elə deyil. Necə? Hüquq elm deyil. Çünki yox, belə deyil. İki dənə psixoloji məktəb var. ABC 21 yaş qəbul ediblər. Avropalılar 18 yaş qəbul ediblər. Biz niyə bununla razılaşırıq? Çünki burada bir neçə mütəxəssis hüquq, tibbi, elmi cəmləşir. Ona görə 18 yaş götürülür. Tibbi ümumiyyətlə işinə yoxdur orada. Tibbi elmi ümumiyyətlə işinə yoxdur orada. Orada yalnız hüquq məsələsi var. Hüququn özü də nümunə götürürüksə, beynəlxalq hüquqda və yaxud da ən adi cinayət hüququnda götürdüyümüz məsələlər varsa, misal üçün biz niyə Roma hüququ prinsipləri ilə işləyirik? Bu gün artıq elmi formalaşıbdır. Bunun elmin formalaşması üçün şərtlər var. Bu şərtlərə cavab verirsə elmdir. Ona görə bu cür yanaşmanın bir qədər mən tərəfdarı deyiləm, Fərhad bəy. Çox belə bir nöqtədən yanaşmağa çalışırıq. Biz Avropadan qanunları götürməyimiz... Siz bir nöqtədən yanaşmayın, bir hüquq perspektivası. Bu biologiya, fiziologiya, sosiologiya, heç bir adi psixologiya, heç bir adi. Ailə biologiya hadisəsi deyil. Bircə dəqiqə, bizim səhvimiz oradadır ki, biz ailəyə biologiya hadisəsi kimi baxırıq. Axı, ailə sosial institutdur. Sosiologiya. Balaca bir misal verin. Bu günlərim... Boşamalara 70% qadınlar başlayır. Yəni, qadınlar çox inkişaf edir, kişilər əslində geri qalır. Problem burası. Qadınlar qabağa gedir, kişilər geri qalır. Çünki Qurban və bütünlüklə o mənfi təzyiqləri, təsirlər daha çox qadınlar məruz qalır və onlar bundan dözməyərək addım ata bilirlər. Digər tərəfdən... Mən bu nə razı deyiləm.